Biz əslində istədik Ayaman mahnısını oxuyaq, mən də onu oxuyum. Çox oxunub amma. Oxuyacağıq da, o Ayaman. Yox, mən olmaz. oxumamışam, mən də istəyirəm oxuyum, reytinqə istəyirsiniz. Amma biz digər ifaçılardan fərqli olaraq həmin mahnını tədbirlərdə ifa edirik. Hansısa bir qapalı məkanlarda deyil, heç bir restobar və pivəxanalarda deyil. Mahnının oxunan yeri var, mahnının ifa olunan yeri var. Studiyada gəlib oxumaq olar Ayamanı, amma hansısa 40 kvadratlıq pivəxanada həmin mahnını oxumaq olmaz. Həmçinin də çıxıb sənətdən danışmaq, 4-5 pivəxanada səni çağırıb oxutdurmaq o demək deyil ki, sənin sənətin var. Bir də bu sənət sözü, bax var sənət, yəni bizim şəxsiyyət vəsiqəmiz, evin çıxarışı, qaz pulu, su pulu, var sənət. Çıxan sənətdən danışır. Musiqi anlayışı olmayan, musiqinin ladını bilməyən, notun bilməyən, oxuduğu mahnının hansı not üzərində, hansı muğam üzərində ola bilməyən çıxır, illərin sənətçisinə, sənətkar demirəm, özü də etiraf eləyir, illərin sənətçisinə, musiqi ailəsində də olmuş bir şəxsə iradın bildirir, aparıcı da buna susur və bax. Öncə mədəniyyət, sonra incə sənət olmalıdır. Mədəniyyəti olmayan şəxsi efirə çağırırlar, biraz da mədəniyyətsizləşir həmin efirlərdə. Şərt deyil ki, efirə hansısa bir tapşırıqla, hansısa bir yolla gəlib çıxmısan. Əgər səsin varsa, nə vaxtsa tanınacaqsan. Əgər sənin içində musiqi sənə görə Murad, həmin xanım yəni xanım dediyimiz zaman Könül Əliyevanı söhbəti gedir. Həmin xanımın səsi yoxdur. Həmin xanımın nəinki səsi, həmin xanımın heç danışmağa səsi yoxdur. Yəni zülmlə danışır o xanım danışanda.